Ləzzətli və asan hazırlanan qaraciyər qızartması. Qaraciyəri təmizləyib duzlayıram və zeytun yağında qızardıram. Ciyərləri tavaya düzərkən bir-bir düzmək lazımdır ki, ciyərlər eyni qaydada qızarsın. Gördüyünüz kimi mən onları bir-bir tavaya düzürəm və belə şəkildə qızardıram. Ciyərlərin hər iki üzü qızarır və qızardıqdan sonra eyni tavada doğranmış pomidorları da qızardırıq. Pomidorla birlikdə qızardıqda çox dadlı alınır. Sonda isə üzərinə təzə doğranmış cəfəri əlavə edirik. Və budur, artıq yeməyimiz hazırdır. Bu qədər asan və tez hazırlanır. Bu yeməyi süfrəyə sumaqla qarışdırılmış soğan salatı ilə birlikdə təqdim etdikdə dadı daha da mükəmməl olur. Buyurun, sizə nuş olsun. Yeməli kanalımıza abunə olmağı unutmayın.